25-ci testə baxırıq. Biz bilirik ki, kalium fluorid elektrolizə uğrayanda yalnız su parçalanır. Yəni o qüvvətli metalların oksigenli duzları kimi elektroliz uğrayır. Yəni elektrolizə uğramır. Yəni reaksiya tənliyi qüvvətli metalın elektroliz tənliyi kimidir. Burada yalnız su parçalanır. Və bizə deyir ki, demək əvvəlcə 652 qram məhlul imiş, duz məhlulu və bu zamanlar elektroliz zamanı anodda 44,8 litr qaz ayrılıb. Yəni burada 44,8 litr qaz ayrılıb. O da eləyir 2 mol oksigen. Eləyir o da neçə qram? 64 qram. Sonra burada əgər 44,8 isə demək burada 89,6 litr ayrılıb. Bu da eləyir 4 mol. Bu da eləyir neçə qram? 8 qram. Toplayırıq, görək nə qədər qaz ayrılıb. Yəni biz baxmalıyıq ki, məhlulumuzun kütləsi nə qədər azalıb. Bu da eləyəcək 72 qram. Demək bizim əvvəlcə məhlulumuz 652 imiş. 72 qram suyu parçalanmışıq, qaz halına çevrilib uçub. Qalıb neçə? 15-dən də 7, 8, 580 qram bizim məhlulumuz qalıb. Və içərisində məhlulun 1 mol kalium fluorid var. 1 mol kalium fluoridin kaliumunki 39-dur ayırı, fluorinki də 19-dur. Toplayanda eləyir 58 və deyir ki, sonra məhlulunda deyir duzun kütlə payını hesablayın. Yəni 58 qram duzumuz var, məhlulumuz kütləsi də 580 qaldı. 58-i bölürük 580-ə, vururuq 100-ə. O da eləyir neçə faiz? 10 faizli məhlulumuz. Yəni duzun kütlə payı məhlulda oldu 10%. Sonra gəlirik 26-da deyir, suda həll olmayan maddələri seçin. Suda həll olur, nitrat turşusun bütün duzları həll olur. Ona görə bu getdi. Barium sulfat suda həll olmur. Xrom 2 hidroksid suda həll olmur. Mis 2 hidroksid suda həll olmur. Yəni suda həll olmayan maddələr üçüdür. Hidroliz etməsinə görə uyğunluğu müəyyən edin. Kationa görə hidroliz, aniona görə hidroliz, həm kationa, həm aniona görə hidroliz. Burada zəif demək metaldır. Metal olduğuna görə bu olur kationa görə hidroliz, yəni birə aiddir A. Burada çöküntüdür, ümumiyyətlə hidrolizə uğramır. Burada həm kation, həm anion zəifdir, ona görə bu getdi üçüncüyə. Burada anion zəifdir, yəni zəif turşu dönəmədə gəlir. Ona görə bu aniona görə hidrolizdir. Buna da uyğun gəlir D variantı. Burada isə metal zəifdir, turşu qüvvətlidir. Bu da olur yenə kationa görə hidroliz. Bu da olur Y variantı.